Bu hətta aiddir nəyə? Qeyri-müsəlmanların bayramlarını keçirməyə də. Çünki nə üçün? Çünki sən onların bayramlarını keçirməklə sanki onlara düşmənçilikdə, onlara yardım edirsən, pislikdə onlara yardım edirsən. Onları daha da rəğbətləndirirsən o pisliyə. Ona görə nədir? Allah və Rəsulu, sahabələr qadağan edib qeyri-müsəlmanların bayramlarını keçirməyə. Necə bu barədə İbn-i Qayyim rahimehullah icma nəql edir. Və buyurur ki, sahabələr və həmçinin ondan sonra gələn əyimmələr, yəni imamlar qeyri-müsəlmanların bayramlarına qoşulmağı, şərik olmağının haram olduğu barəsində icma eləyiblər. Ona görə bu nədir? Həmçinin onlara sevinmək, onlara qoşulmaq, şərik olmağın nədir? Haram olmağı barəsində icma nəql edir İbn-i Qayyim rahimehullah. Həmçinin Şeyx İbn Teymiyyə rahimehullah buyurur ki, müsəlmanlar artıq ittifaq eləmişdilər. Qeyri-müsəlmanların nədir? Bayramlarını izhar eləməyi, keçirməyin qadağan olması barəsində. Ona görə hər bir müsəlmana vacibdir ki, bu qeyri-müsəlmanların nədir? Bayramlarından çəkinsin. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əbu Davudun rivayət etdiyi hədisdə necə Şeyx Albani hədisinin səhih olduğunu buyurur. Deyir, mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim özünü bir qövmə bənzədərsə, o da onlardan sayılır.